Natiq, 3 kiloqram meyvə almışam, amma nədənsə meyvənin həcmi mənə az görünür. Bunun üçün narahat olmağa dəyməz. İstehlakçının məhsulunun çəkisini yoxlamaq üçün tam hüququ var. Bax, burada açıq-aydın yerdə tərəzi qoyulub. Üstündə holoqram var ki, bu da qanuni yoxlamadan keçməsinin sübutudur. Bəs hazır qablaşdırmada olan məhsulları necə yoxlamaq olar? Qanunvericiliyə görə məhsulun etiketində həcm, çəki, tərkib, istifadə müddəti kimi məlumatlar dəqiq göstərilməlidir. Bu məlumatlarda uyğunsuzluq olarsa? Belə hallarda istehlakçının hüquqları tam qorunur. Hətta məsuliyyət tədbirləri də nəzərdə tutulur. Bəs hara və necə şikayət etmək olar? Satılan malların miqdarı, çəkisi, ölçüsü barədə düzgün məlumatın verilməməsi halları ilə qarşılaşdıqda Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edə bilərsən. Hüquqlarını bil və tələb et.